Əziz bilgələr, bu dəfə sizə YouTube-dan hazırladığım suallardan birini seçmişəm. Uşaqların, yəni izləyicilərin böyük bir hissəsi bu suala səhv cavab verdilər. Gəlin görək sualda nə deyir? Deyir ki, Səfəvi dövləti 1662, 1667, 1717-ci illər tarixi üçün ümumi cəhətdir. Təəssüf ki, abituriyentlərimizin böyük bir qismi ilə A variantı seçiblər. A variantda deyir ki, Rusiya ilə ticarət müqaviləsinin imzalanması. Baxın dostlar, 1667 və 1717-ci ildə Ruslarla ticarət müqaviləsi imzalansa da, 1662-ci ildə Ruslarla imzalanmış ticarət müqaviləsi yox idi. Ona görə siz avtomatik A variantını çıxış eləməlisiniz. B variantına baxırıq. B variantında deyir ki, İsfahanda Rus elçilərinin qəbul edilməsi. Bu düzgün cavabdır. 1662-də toqquşmanın nəticəsində aranı sakitləşdirmək üçün 2-ci Abbasın yanına göndərmişlər elçiləri. 1667-də elə bu müqaviləni imzalamaq üçün 1667-də onu qeyd edin ki, Süleymanın yanına göndərmişlər elçiləri Ruslar. 1717-də isə Şah Hüseyin, Sultan Hüseynin yanına Ruslar elçi göndərmişlər. Yəni bu yekun cavabımız B variantıdır, doğru. Amma gəlin digər variantlarda baxaq. Məsələn, Osmanlı ilə sülh müqaviləsi imzalanması. Ümumiyyətlə bir şey sizə xatırlatmayın ki, 1639-dan sonra hardasa bir 100 il qədərində Osmanlı-Səfəvi müharibəsi olmayıb. Yəni 17-nin ikinci yarısında yaxud 18-ci əsrin birinci rübündə deyək ki, Osmanlı-Səfəvi müqaviləsi axtarmayın. Kimsə mənə orada durub deməsin 1724, o Səfəvilərə aid deyil. Sonuncu isə hakimiyyətə yeni hökmdarın gəlməsi. Bu illərdə Səfəvilərdə hakimiyyətə yeni hökmdar gəlməmişdir. Əgər bu tipli videoları bəyənirsinizsə, baxın da.